Allah Resulü sallallahu aleyhi ve sellem bir gün özünüzü cəhənnəm ateşindən qoruyun buyurdu və mübarək üzünü çevirib geri çəkildi. Bunu 3 dəfə təkrarladı. Həmin vaxt biz Həzrət Peyğəmbərimizin cəhənnəmə baxaraq danışdığını başa düşdük. Sonra belə buyurdu: Bir xurmanın yarısı ilə olsa belə özünüzü cəhənnəm ateşindən qoruyun. Bunu da tapa bilməyən gözəl bir sözlə özünü cəhənnəm ateşindən qorusun. Resulullah buna bənzər başqa bir hədisində belə buyurmuşdu: Hər biriniz mütləq Allah Taala'nın huzuruna çıxarılar. Allah Taala ilə arasında nə bir pərdə, nə də Allahın kəlamını tərcümə edən bir tərcüməçi olar. Allah Taala həmin bəndəyə mən sənə var dövlət vermədimmi deyə soruşar. O da bəli verdin ya Rəbb deyər. Sonra Allah Taala mən sənə Rəsul, yəni elçi, peyğəmbər göndərmədimmi deyə soruşar. Bəndə bəli göndərdin ya Rəbb deyər. Həmin insan sağına baxar, cəhənnəmdən başqa bir şey görə bilməz. Soluna baxar, cəhənnəmdən başqa bir şey görə bilməz. O halda hər biriniz bir xurmanın yarısı ilə olsa da cəhənnəm ateşindən qorunsun. Onu da tapa bilməsə, gözəl bir sözlə cəhənnəm ateşindən qorunsun. İslamda mülk Allaha aiddir. Allah Taala dini baxımdan zəngin sayılan bəndəsindən ona bəxş etdiyi təməl ehtiyacları istisna olmaqla var dövlətin 40'da birini hər il zəkat olaraq tələb edir. İnsanın müəyyənləşdirib bu məbləği yerinə çatdırması fərzdir. Bundan başqa Rəbbimiz bəndələrinin sədəqə və infaq etmələrini də, yəni malından pay vermələrini də istəyir. Belə ki, ayə-i kərimədə belə buyurulur: Bismillahirrahmanirrahim. Lən tənəlul birra hattə tunfiqu mimmə tuhibbun və mə tunfiqu min şeyin fə innəlləhə bihi alim. Sevdiyiniz şeylərdən haqq yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah onun yolunda xərclədiyiniz hər bir şey biləndir. Bu da infaqın bizi Allah Taala'ya yaxınlaşdıran ən mühüm vasitələrdən biri olduğuna dəlildir. Yuxarıdakı hədisdə bəhs edilən yarım xurma verməyə başqa heç bir şey olmayan insan üçündür. Var dövləti olan bir adam durub birazca xurma paylayaraq özünü infaq məsuliyyətindən qurtardığını zənn edərsə, bu böyük bir xəta etmiş olar. Bu ifadə bizə infaqın insanı cəhənnəmdən qurtarmaq xüsusunda çox mühüm bir yerə sahib olduğunu və eyni zamanda hər kəs üçün zəruri bir ibadət olduğunu göstərir. Bir xurması olan insana yarısını verməsi əmr edilirsə, daha çox imkanı olanların necə bir fədakarlıq etməsinin zəruriliyi bununla müqayisə edilərək başa düşülə bilər. Belə ki, Rasulullah sallallahu aleyhi və səlləm əshabının kasıblarından Əbu Zər radiyallahu anha, ya Əbu Zər, şorbana biraz daha su qat və qonşuna da müğayət ol buyurmuşdu. İnfaqı əmr edən ayə nazil olduqda, kasıb səhabələr belə dağlara çıxmış, odun doğrayaraq bazara gətirib satmış və qazandığını Allah rizası üçün infaq etmişdir. Allah Taala bu barədə bir ölçü qoyaraq belə buyurur: Bismillahirrahmanirrahim. Əllezine yunfiquna fis-serra'i ve'd-darra'i. O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər. Və yəsəlunəkə mədə yunfiqun qulil afv. Soruşurlar ki, Allah yolunda nəyi paylamalı olduqlarını soruşanlara isə ehtiyacınızdan artıq qalanını möhtəslara paylayın deyilir. Esselamu aleykum və rahmetullah və bərəkatuh.